Hər vaxtınız xeyir olsun. Yurd FM-in dəyərli və sevimli dinləyiciləri. Siz 90.7 FM-də Yurd FM-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinləyirsiniz. Bilirsiniz ki, hər həftənin 4-cü günü saat 17-də sizin qonağınız oluruq və hər dəfə mədəniyyət sahəsinə aid olan müəyyən insanları biz dəvət edirik və bir saat ərzində də elə həmsöhbət oluruq. Elə bu söhbətdən hər birimiz həzz alırıq, bunu bilirəm. Bugünkü qonağımsa Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin xanım Məlikovadır. Xoş gəlmiş Şirin xanım. Çox sağ olun dəvətinizə görə. Minnətdaram. Necəsiz? Necə hiss edirsiniz özünüzü? Çox gözəl. Əla. Mən də sizi görməyə çox şadam. Elə birbaşa istəyirəm ki, dialoqumuza keçək, vaxt itirməyək. Azərbaycan Milli İncəsənət Muzeyinin əsas missiyasından istəyirəm biraz danışaq. Ümumiyyətlə zamanla bu necə dəyişdi? Bilirsiniz ki, Azərbaycan Milli İncəsənət Muzeyi bizim ölkəmizdə ən böyük muzeylərdən biridir və gələn il biz muzeyimizin 90 illiyini qeyd edəcəyik. Bəli. Bizim muzey çox zəngin kolleksiyalara malikdir və burada həm Azərbaycana məxsus unikal nümunələr qorunub saxlanılır, həm də dünya incəsənətini təqdim edən əsərlər var. Bəli. Və biz dünya mirasını öz muzeyimizdə qorub saxlayırıq və çox nüfuzlu şəkildə təqdim edirik bizim tamaşaçılarımıza, ziyarətçilərimizə. Və demək lazımdır ki, muzeyin missiyası elə ondan da ibarətdir ki, biz milli irsimizin dəyərlərini, bizim tariximizi, bizim varlığımızı qoruyub saxlayaq, gələcək nəsillərə ötürək və bu gün də bu əsərləri layiqincə təqdim edək və onların haqqında hər tərəfli məlumat verək ki, insanlar öz tarixini, öz incəsənətini, öz dəyərlərini məhz muzey vasitəsilə, şah əsərləri vasitəsilə qavrasınlar. Bəli. Şirin xanım, deməli 2016-cı ildə Xalça Muzeyinin direktoru idiniz. Bəli, 2 il əvvəl isə İncəsənət Muzeyinin direktoru oldunuz. Hər iki muzeyin idarə edilməsində nə kimi fərq var? Ümumiyyətlə sizin üçün bir çətin deyil ki, birbaşa, yəni iki ayrı sahə üzrə. Ayrı sahələr deyil. Təbii deyil, ki, Milli Xalça Muzeyi dünyanın ən tanınmış bu sahədə muzeydir və ilk ixtisaslaşdırılmış muzeylərdən biridir. Və bu muzeydə çalışmaq, bu muzeyin 7 il ərzində biz çox böyük nailiyyətlərə qovuşduq. Bəli. Və yəni bu çox böyük şərəf olmuşdu mənim üçün. Və bu muzeyin əsas fokusu xalçalarımızdır. Dəfələrlə bunu demişəm, deyəcəm də ki, bizim dünyada bizim səfirlərimiz məhz bizim xalçalarımızdır. Belə bir yer yoxdur ki, bizim xalçalarımız orada olmasın və həqiqi mənada bizi tanıtdıran, dünyada tanıtdıran məhz xalçalarımızdır. Və bu bizim milli irsimizdir, dəyərlərimizdir, bizim estetik zövqümüzdür, bizim bütün tariximiz xalçalarda əks olunur və muzeyinin də kolleksiyası çox zəngindir və bu illər ərzində biz onu daha da çox zənginləşdirdik. Nəinki xalçalar, eyni zamanda tikmə nümunələri, geyim, zərgərlik əşyaları və s. Bu dekorativ tətbiqi sənət daha çox etnoqrafik muzeydir. Və kim Azərbaycana gələndə mütləq bu muzeyi ziyarət etməlidir ki, bizim Azərbaycan xalqının nəinki tarixini anlasınlar, amma bizim zövqümüzü, bizim varlığımızı anlamaq üçün məhz bu muzeyə getməlidirlər və həqiqi mənada ən ziyarət olunan muzeydir, Xalça Muzeyi. İncəsənət Muzeyi isə artıq mən bunu söylədim, dünya kolleksiyasını da özündə birləşdirir və biz dünya demək olar ki, dəyərlərini göstəririk və qoruyub saxlayırıq. Biz 2 tarixi binada
fəaliyyət göstəririk. Bu da böyük bir mirasdır. Bəli. Binaların özləri, onların tarixi, Bakının, Azərbaycanın ayrılmaz hissəsidir və bir çox hadisələr məhz bu binalarda, bu ətrafda baş vermişdir. Və təbii ki, belə binalarda kolleksiyaları göstərmək bu klassik muzey səviyyəsində bir muzeydir. Dünyanın klassik muzeylərindən biridir və bu cürdə biz təbii ki, öz fəaliyyətimizi də qururuq və İncəsənət Muzeyi bu çox geniş sahələri özündə birləşdirən bir muzeydir. Müxtəlif incəsənət növlərini özündə birləşdirən bir muzeydir. Ona görə də bizim fəaliyyətimiz də çox şaheəlidir. Və biz təbii ki, ümumiyyətlə ən qədim dövrdən danışanda həm arxeoloji kolleksiyalar, etnoqrafik kolleksiyalar da bizdə var və təsviri sənət ilk növbədə. Və bizim muzey həm Azərbaycanın tarixi və mədəniyyəti haqqında daha geniş anlayış yaradır. Ona görə ki, bizdə incəsənətin bütün növləri sərgilənir. Həm də dediyim kimi dünyanın. Məhz ona görə də bizim həm təhsil proqramlarımız da buna yönəldib. Biz uşaqları cəlb edirik, müxtəlif auditoriyaları cəlb edirik, tələbələrlə işləyirik və muzey nəinki Azərbaycan Milli İncəsənət Muzeyi, ümumiyyətlə Bakıda ilk növbədə fəaliyyət göstərən bütün muzeylərdə hal-hazırda bu praktika, bu fəaliyyət, yəni tədris proqramları bu ənənəyə artıq çevrildi və hər muzey, İncəsənət Muzeyi, Milli Xalça Muzeyi, Milli Tarix Muzeyi, sonra Musiqi Mədəniyyəti Muzeyi, hər kəs öz profili əsasında çox maraqlı proqramlar edir və müxtəlif auditoriyaları da cəlb edir. Bu çox vacibdir. Biz məhz yerli auditoriyalarla işləməliyik. Uşaqlardan tutmuş qocalara qədər və müxtəlif yaş qrupları ilə və kateqoriyalı insanlarla işləməliyik və biz İncəsənət Muzeyi kimi bunun üçün həm mühazirələri təşkil edirik, konsertlər, tamaşalar, sərgilər və müxtəlif tədbirlər və həqiqi mənada son 2 il ərzində bizim ziyarətçilərimizin sayı yəni artdı, olduqca çox artdı və o artım gələcəkdə daha da çox olacaq. Mədəni yurdumuz. Dünyada Azərbaycanımıza məxsus o qədər eksponatlar var ki, amma dünyanın müxtəlif muzeylərində başqa ad altında nümayiş olunur. Amma mənim üçün bir fakt çox maraqlıdır. Siz onların bizim olduğunu sübut etmək üçün müəyyən proyektlər etmisiniz. Bax, istəyirəm bu barədə biraz danışaq, çünki çox maraqlı bir fakt əslində bu. Bəli, biz ilk növbədə xalçalarımızdan, tekstildən danışanda bunu deməliyik. Bizim tikmələrimiz əsasən də 16-cı, 17-ci, 18-ci əsrlərə aid olan çox unikal eksponatlar dünya kolleksiyalarda geniş şəkildə nümayiş olunur, saxlanılır. Bəzi muzeylərdə tədqiq olunur, bəzi muzeylərdə heç onların demək olar ki, atribusiyası aparılmır. Ona görə ki, mütəxəssislər yoxdur. Bu çox belə spesifik bir sahədir. Və biz çalışmışdıq ki, ümumiyyətlə dünyada olan muzeylərdə bizim xalçalarımızı tekstil olan kolleksiyaları baxış keçirdək, databaza yaradaq və biz bunu da etdik. Bu böyük bir həcmdə bir iş olmuşdu və demək olar ki, Amerikadan tutmuş Yaponiyaya qədər, Yeni Zelandiyaya qədər, Avstraliyaya qədər bizim xalçalarımız və tekstil nümunələrimiz var. Və təbii ki, onların atribusiyalarında bir çox problemlər var. Hətta qonşu ölkədə, Moskvada, Şərq Xalqları Muzeyində, məsələn, bizim xalçalarımız
düzgün atribusiya deməzdim, yəni ki, həqiqi mənada düzgün atribusiya olunurdu, amma Azərbaycan sözü yazılmırdı məsələn. Bəli. Belə hallarla biz rastlaşırdıq. Sonra Türkiyənin böyük muzeylərindən biri olan Türk və İslam Sənətləri Muzeyində Azərbaycana məxsus çox unikal kolleksiyalar var. Orada da Qafqaz adı ilə bizim xalçalarımız saxlanılırdı və digərlə, yəni belə nümunələr çox olmuşdu və biz bu muzeylərlə sıx işləyirdik bu kolleksiyalar üzərində və cəlb edirdi bizim mütəxəssislərimizi və o muzeylərin də bu üzrə olan uzmanları və həm sərgilər təşkil edirdi, həm kitablar, mən kataloq da deməzdim, məhz kitablar ki, orada hər tərəfli bu elmi araşdırma aparılmış bir məlumatlar çap olunurdu və bəzi vaxtlarda hətta bərpa üzrə də biz layihələr gerçəkləşdirirdik. Məsələn, Türk və İslam Mədəniyyəti Muzeyində bizim xalçalarımızın vəziyyəti heç də qənaətbəxş deyildi və onların bir qismi bərpa olunmuşdu. Yəni bu kimi işlər aparılırdı və atribusiyadan danışanda mən Milli İncəsənət Muzeyindən də yeni bir fakt danışmaq istəyərdim. Öncə də mən dedim ki, bizim dünya kolleksiyamız çox zəngindir. Dibur sarayında biz bu əsərləri nümayiş etdiririk və bu kolleksiyada bizdə bəzi əsərlər nə məlum atribusiya olunmuş kimi yəni göstərilir və ilk növbədə bu muzeydə öz işimi başlayanda biz Ermitaj Muzeyinə məktubla müraciət elədik. Ona görə ki, bəzi əsərlər vaxtı ikən 20-ci və 30-cu illərdə bu kolleksiyadan bizə verildi və siyahı göndərdik ki, bu atribusiya üzərində biz işləyək və dünya şöhrətli bir mütəxəssis var, Viktoriya Emanuilovna Markova. O məhz İtalyan rəssamların mütəxəssisidir, 17-ci, 18-ci əsr və mən elə onunla birbaşa özüm əlaqə qurmaq istəyirdim, amma belə oldu ki, o Ermitaj Muzeyində işləyirdi, o keçən il yeni bir kitab üzərində çalışırdı, Natürmortlar kitabı və bir əsəri o axtarırdı. Bu diptixdir, onun bir hissəsi Ermitajda qorunub saxlanılır, ikinci hissə hələ bilinmirdi hardadır. Və o məktubu görəndə, siyahını da görəndə o gördü ki, həmin əsər bizim kolleksiyamızdadır. O diptixin ikinci əsəri. Və o müraciət elədi, özü mənə zəng elədi və dedi ki, bizə bu əsərin provenansı və onun arxasının fotosunu göndərsəydiniz, biz bu əsəri atribusiya edərdik. Biz dərhal bunu elədik. Bu əsər bizim muzeyimizdə hal-hazırda Flamand zalında naməlum rəssam kimi göstərilir, amma Viktoriya Emanuilovna atribusiya elədi ki, bu çox tanınmış İtalyan rəssamı Carlo Manieri və bu əsər Ermitajda saxlanılan əsərin bir hissəsidir. Yəni bu böyük bir hadisədir bizim muzeyimiz üçün və onu da qeyd edim ki, həmin əsər artıq onun kitabında da çap olundu. Və biz onu Bakıya dəvət eləyirik. Yaxın zamanlarda o Bakıya gələndə biz bu əsərin yeni təqdimatını da planlaşdırırıq və artıq o Flamand zalından İtalyan zalına keçəcək və artıq orada belə tanınmış rəssamın adı ilə göstəriləcək. Yəni bu çox maraqlı bir, bilirsiniz, muzeyin fəaliyyətidir. Bu əsərlərin demək olar ki, tarixini, onların harda yaradılması, kimin tərəfindən yaradılması, bu böyük bir işdir, bu böyük bir elmi bir işdir və muzeylər bütün dünyada atribusiya üzərində illərlə işləyirlər. Yəni və
yəni bizim muzeyimizdə də belə hallar artıq var və illərlə təbii ki olmuşdu, indi də davam olunmaqdadır və yəni ki atribusiyadan danışanda bu faktı mən demək istəyirdim. Sizin o hansı ki mərasim keçiriləcək deyirsiniz, o İtalyan zalına keçid, o çox istərdim onun şahidi olum. Biz sizlə bir danışaq. Çox istəyirəm. Mənim üçün də orada da bir qürur verici bir andır. Xoş bir təsadüf nəticəsində ortaya çıxıb və həqiqətən də çox maraqlıdır. Bölüşdüyünüz üçün sizə təşəkkür eləyirəm. Deməli mən tanış olarkən sizin bioqrafiyanızdan Sərhədsiz muzey layihənizi gördüm. Hansı ki məsələn 2019-cu ildə Xalça muzeyini siz uyğunlaşdırdınız müəyyən məhdudiyyəti olan insanlar üçün. Bax mənə maraqlıdır. İncəsənət muzeyində də bu hallar gözlənilirmi və yaxud da varmı? Biz artıq başlamışıq və bizdə 2023-cü ildə mənim ilk sərgilərimdən biri Qərbi Azərbaycan bizim mədəni yaddaşımızda sərgidə Mirzə Qədim İravaninin əsərlərinə biz taktil relyeflər hazırlamışıq. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası bizə kömək elədi. Mən Natiq müəllimə dərin minnətdarlığımı bildirirəm. Tələbələrlə biz işlədik və çox gözəl nümunələr hazırlandı və bu sərgi çərçivəsində biz bu nümunələri artıq göstərmişik və Braille əlifbası ilə böyük maraq doğurmuşdu. Ona görə ki, bu sahəni demək olar ki, çox az adam bilirdi. Bu il isə biz Mirzə Qədim İravaninin 200 illiyini qeyd edirik və bizim muzeyimizdə biz daimi ekspozisiyamızı indi yeniləyirik. Hal-hazırda işlər aparılır və çox yaxın gələcəkdə biz Qədim Azərbaycana aid olan yeni zalları açacağıq və bu zallarda həm bu nümunələr, taktil nümunələr, həm də qədim dövrdə bizdə çox unikal keramik qablarımız var, çox unikal heykəlciklər var. Onların taktil versiyaları da artıq hazırdır. Yəni onlar mütləq bizim ekspozisiyamızda yer alacaqdır. Ümumiyyətlə muzey həqiqi mənada hər tərəfli, inklüziv olmalıdır və hər bir insan üçün əl çatan olmalıdır və bu bizim əsas missiyalarımızdan biridir. Biz çalışırıq ki, bizim ekspozisiyalarımız, bizim sərgilərimiz insanlar üçün maraqlı olsun. İnsanlar üçün yadda qalsın və onlar bu kolleksiyaları görəndə mütləq nəyisə yeni öyrənsinlər və muzeydən gözəl bir təcrübə ilə ayrılsınlar. Bax, siz bir müşahidəçi olaraq hiss edirsiniz, ümumiyyətlə bir artım varmı, maraq varmı muzeylərə qarşı? Bəli, çox var. Bəli, mən bunu görürəm və bizim muzeyimizdə artıq mən bunu görürəm. Ona görə ki, məsələn 23-cü ildə mən noyabr ayının sonunda gəlmişəm muzeydə və biz bu ili 2023-cü ili 12.500 nəfərlə bitirdik ildə. 24-cü ildə artıq bizdə ildə oldu 25.000 nəfər ziyarətçi. Bu il isə yarım ildə artıq biz 25.000-i üstələdik. Nə gözəl rəqəmlərdir. Yəni həqiqi mənada biz bu artımı görürük və bu təbii ki, həm turistlər tərəfindən muzey daha çox tanınmağa başladı, amma bizim üçün əsas auditoriya yerli insanlardır və biz çalışırıq ki, dediyim kimi müxtəlif yaş qrupları ilə işləyək və görürük necə insanlar böyük həvəslə, maraqla, cavanlar hətta muzeyə gəlirlər və biz onu da mən söyləmişdim ki, kolleksiyamız və ekspozisiyalarımız bizdə klassikdir. Binalarımız da tarixidir və təbii ki, klassik ab-havada bu kolleksiyalar təqdim olunur. Lakin o yeni texnologiyaları, yeni yanaşmanı da biz yavaş-yavaş çalışırıq tədqiq edək bizim muzeyimizdə. Məsələn, indi təsviri sənət kolleksiyamız, Azərbaycana aid olan kolleksiyada QR kodlar var və bu QR kodlar vasitəsilə
vasitəsilə bizi ziyarət edən insanlar bu zalda olan əsərlərə səs verə bilər. Hansı əsər onlara daha çox maraqlıdır və səs vermək üçün sadəcə bir suala cavab vermək lazımdır. Hansı yaş kateqoriyadadır ziyarətçi? Bu da bizə nə verir? Hansı insanlar hansı yaş kateqoriyasında hansı əsərlərə daha çox maraq göstərir və məsələn dediyim kimi bizdə hər 4-cü gün saat 4-də mühazirələr keçirilir və bu pulsuzdur. Yəni hər kəs dəvətlidir. Çox maraqlı mövzularda mühazirələrdir və biz artıq bu səs vermədə də yığılan o məlumatları istifadə edirik. Hansı rəssam daha çox maraqlıdır auditoriya, hansı əsər daha çox maraqlıdır və biz bu rəssam, bu əsər haqqında sosial şəbəkələrdə məsələn paylaşımlar daha çox edirik, mühazirələr keçirdirik. Yəni insanlarla demək olar ki, biz bu cür kontakt yaradırıq və məncə bu çox vacibdir ki, bizə gələn insanların da istəyi muzey üçün çox vacibdir. Hansı əsərləri onlar görmək istəyir, hansı dövrü daha çox onlar araşdırmaq istəyir və biz təbii ki bizdə 20 mindən artıq eksponat var. Təsəvvür edin, bu çox böyük kolleksiyadır və onu belə iki binada balaca biz iki deyirik amma bu saraylar olmuşdu. Təbii ki zallar orada o qədər də böyük deyil. O bütün muzeyçilər bunu deyir. Nə qədər böyük muzey olsa da həmişə deyəcəklər ki azdır, yer azdır. Və bütün kolleksiyanı göstərmək mümkün deyil. Təbii ki, ona görə biz rotasiya edirik, ona görə biz sərgilər də daimi keçirdirik və hal-hazırda da bizdə çox maraqlı sərgi keçirilir. Bizim xalq rəssamı, heykəltaraşı Akif Əskərovun sərgisidir. Mən hamını dəvət edirəm və bu günlərdə biz yeni ekspozisiyamızın davamını da açacaq. Yeni ekspozisiyada orada həm rəssamlarımızın, həm heykəltaraşlarımızın əsərləri nümayiş olunacaq 50-ci illərdən bu günə qədər və bu kolleksiyada yer alan əsərlərin bir qismi rəssamların tərəfindən bizim muzeyimizə son illər ərzində hədiyyə olunan əsərlərdir. Məncə bu da çox maraqlıdır. Yəni rəssamlarımızı biz dəvət edirik muzeyə əsərləri, ən gözəl əsərləri hədiyyə etməyə və biz onları sərgiləyirik, göstəririk. Yəni təbii ki bu haqda həm mühazirələr keçiriləcək və s. Və söylədiyim kimi yeni ekspozisiyaların üzərində də iş aparılır. Bu il ümumiyyətlə bizdə çox deyim sizə məşğuluq biz, işgüzar bir ildir. Bizim sərgimiz Mirzə Qədim İrəvaniyə həsr olunmuş və Qərbi Azərbaycanın mədəniyyətini təqdim edən sərgimiz elə bir neçə həftə bundan öncə Ankaranın ən böyük muzeyində açıldı. Ankara Dövlət Rəsm və Heykəl Muzeyi. Bu bina kimi çox möhtəşəm bir binadır və zəngin kolleksiyaya malik bir muzeydir və bu sərgi də çox orada belə böyük maraqla qarşılandı. Açılışda 700 adam iştirak elədi. Yəni ki və sərgi çərçivəsində Mədəniyyət Nazirliyi sifarişi ilə Mirzə Qədim İrəvaniyə həsr olunmuş Cənnət Yuxusu filmi də nümayiş olundu və çox böyük maraqla qarşılandı bu tədbir. Yəni ki, ümumiyyətlə bu il ərzində biz Mirzə Qədim İrəvaninin yaradıcılığını bir çox ölkələrdə sərgiləyirik. Mədəniyyət günləri çərçivəsində Duşanbedə olmuşdu bizim sərgimiz. Bişkek şəhərində keçirilmişdir. Yəni ki və hər yerdə də çox böyük maraqla bizim sərgilərimiz qarşılanır və bu muzeylərlə gələcəkdə əməkdaşlıq və yəni qarşılıqlı sərgilərin təşkili haqqında da biz danışıqlar aparırıq. Mədəni yurdumuz.
Bilirsiniz, bir muzeyin öz kütləsini düşünməyi düşünürəm çox böyük bir uğurdur. Hansı ki, bayaq danışdınız, məsələn, QR kodlu vasitəsilə mən yenidən qayıtmaq istəyirəm o mövzuya. İnsanların əslində bir növ kütlənizi həm öyrənirsiniz, həm sizə gələn insanların hansı yaş qrupunda olduğunu öyrənirsiniz, həm də düşünürəm ki, bir fərdi olaraq insana çox dəyərli hiss etdirir bu. Çünki sən qonaqsan, amma sənin fikrin hər zaman bizim üçün önəmlidir devizi başlığı altında və gələn bəli. hər kəs dəyərlidir. Çünki gələn fərq yoxdur, istər turist olsun, istəyir Azərbaycan vətəndaşı olsun. Həqiqətən də bu çox önəmli bir addımdır və düşünürəm ki, çox gözəl bir yanaşmadır. Bundan əlavə süni intellektin də bax rolu düşünürəm çox böyükdür. Sizcə nə Çox dərəcədə? vacibdir. İndi hal-hazırda o QR koddan da danışanda onu da mən qeyd edim ki, bizdə məsələn kataloqlar çap olunur sərgilər haqqında. Amma hər kəs yəni ala da bilmir. Ola bilsin ki, kataloqlarında sayı o qədər də çox deyil və paylanır, hədiyyə olunur. Amma QR kod vasitəsilə hal-hazırda mümkündür telefona yəni yükləmək və sonra hər bir zaman bu materiala, bu məlumata qayıtmaq, yəni rəssamların həyatı, yaradıcılıq haqqında onların əsərləri görmək, oxumaq mümkündür. Məncə bu da çox vacib bir nailiyyətdir. Muzeylərdə tətbiq olunmalıdır. Bu kataloqların QR kodlaşması və eyni zamanda süni intellekt indi bilirsiniz bütün sahələrdə bu istifadə olunur. Muzeylər və biz bunu indi hal-hazırda çox görürük ki, animasiyalar süni intellekt vasitəsilə olunur və yəni sosial şəbəkələrdə bu hal-hazırda trendlərin çox geniş yayılması bir trenddir. Mənim yanaşmam iki tərəflidir. Təbii ki, bu maraqlı ola bilər və müxtəlif auditoriyaları cəlb edə bilər və İnanıram ki, onlar bu cür əsərləri, animasiya olunmuş əsərləri görsələr, bəlkə canlı əsəri də görmək istəyərlər və gəlib muzeyə baxacaqlar canlı olaraq. Amma mənim fikrimcə süni intellekt bu əsas olmamalıdır. Bu bir vasitə olmalıdır bizim üçün. Lazım olan, dəyərli olan məlumatı əl çatan edək. Mənim üçün bu cürdür. Və məsələn biz çox az və necə deyim sizə taktik bir yanaşma ilə süni intellekti istifadə edirik sərgilərimizdə. Və məsələn Vəcə Səmədovanın 100 illiyinə həsr olunmuş sərgidə biz onun əsərlərini peyzaj, mənzərə janrında işlənmiş əsərlərini canlandırdıq. Amma burada əsas nə olmuşdu? Orada əsas olmuşdu ki, sən gözlə görməyən məqamları o süni intellekt sənə göstərdi. Yəni rəssamın əlinin o fırçanın idarəsi, bəli, mazoku və bu çox vacibdir. Yəni insan əsəri də gördü və sanki o necə yaradılır bu əsər. Halbuki nə qədər insan buna şahid ola bilər, əslində çox az, bəli. Bəli, və bu baxımdan mənim üçün, məsələn, bu kontent çox maraqlı olmuşdu. Ki, artıq biz o rəssamın dəst xəttini daha da canlı görə bildik. Və animasiya, məsələn, biz bir əsərə animasiya, amma o süni intellekt olmamışdı, həqiqi mənada animasiya olmuşdu. Bizim muzeyimizdə digital rəssam işləyir, Sevil Kerimova çox belə cavan və perspektivli bir rəssamdır və onunla biz işlədik. Yəni ideyanı ona dedik və o çox gözəl şəkildə bu animasiyanı yaradıb Kür sahilində Vəcə Səmədovanın çox tanınmış əsəri idi və onun sanki canlandırdı. Yenə də biz o gözəl xanımın obrazını daha da belə hər tərəfli hiss eləməyə bu animasiya bizə kömək elədi. Touch screenlərdən istifadə edirik ki, daha məsələn hansısa əsəri insan görür
Amma bu əsərin eskizlərini, necə bu əsər yaradıldı, onu sən hamısını sərgiləyə bilməyəcəksən, amma touchscreen vasitəsilə artıq bu əsərin haqqında oxuya da bilərsən və onun yaradılmasının bütün o etaplarını da görə bilərsən. Yəni bunlar hamısı bir vasitədir və əsas odur ki, insanlar bizim milli dəyərlərimizi anlasınlar, onları bilsinlər, onları tədqiq etsinlər, muzeyi sevsinlər, muzeydə öz asudə vaxtlarını keçirsinlər, öz ailə ilə gəlsinlər, uşaqlarla, baba nənələrlə. Yəni bu bizim üçün ən önəmli bir məqsəddir. Bizim məqsədimizdir. Mədəni Yurdumuz. Bir sənətşünas olaraq sizcə bax sizin yanaşmanız muzey işinə öz təsirini necə göstərir? Sənətşünas olaraq mən məhz tarixi baxımdan, yəni daha akademik yanaşma, bizdə artıq qeyd olunur ki, biz çalışırıq hər dövrü vizuallaşdıraq və öz yanaşmanı göstərək. Bu çox vacibdir. Baxın, biz tarixi bizim necə öyrənirik? Tekst vasitəsilə, kitab vasitəsilə. Amma canlı tarixi görmək ancaq muzeylərdə mümkündür. Və biz bu tarixi canlandırmalıyıq. Və necə, hansı vasitələrlə? Dediyim kimi, çoxlu eksponatlar var. Sən o eksponatlardan belə nümunələri seçməlisən və onları bir-biri ilə belə tutuşturmalısan ki, bir tarixçə, bir konsepsiya orada izlənilsin. Bir dramaturgiya orada mütləq olmalıdır. Həm elmi baxımdan, həm bədii baxımdan, həm də tədris baxımından. İnsanlar həm zövq almalıdırlar və həm də yeni bir məlumatları almalıdırlar və o məlumatı çatdırmaq üçün müxtəlif vasitələr var. Yəni ki, həm gözlə görməlidirlər, həm oxumalıdırlar, həm müxtəlif media vasitəsilə daha dərin, hansısa bir emosiyalarla onlar bu yanaşmalıdırlar bu ekspozisiyalara və həmçinin də muzeylərdə nəyəsə onlar əl toxunmalıdırlar. Yəni ki, bu da artıq bir təcrübə kimi onlarda olacaq. Ona görə həm taktil eksponatları biz ekspozisiya salacağıq. Yəni dediyim kimi, bunun üzərində işləyirik. Həm də müxtəlif medialarda mütləq olmalıdır. Bu vasitə kimi olmalıdır ki, insanlar bu mirası daha da yaxın özünə hiss eləsinlər və o tarixin izləri, hələ bil ki, necə deyim sizə, daha qısalsın. Çox aradakı məsafə itsin. Bəli. Şirin xanım, mənə maraqlıdır. Bax, elə bir incəsənət nümunəsi varmı ki, deyəsiniz ki, fərqi yoxdur yaşından, yaş qrupundan, kütlədən. Hər kəsin məhz bu sənət əsərinə marağı çox böyükdür. Elə seçilən bir sənət əsəri varmı, bunu deyəsiniz mənə? Bilirsiniz, hər bir əsərin təbii ki, özünə məxsus bir gözəlliyi var, özünə məxsus bir tarixi və dəyəri var. Və həm biz indi təsviri sənətdən danışarkən, hal-hazırda bizdə ekspozisiyada olan əsərlərdən danışarkən mən deyə bilərəm, əminliklə deyə bilərəm ki, Səttar Bəhlulzadənin Zalı ən böyük maraq oyadır insanlarda, ən böyük zövq verir və bizim rəssamlarımızın ümumiyyətlə onlar çox demək olar ki, fərqli yanaşmalar bu ekspozisiyada görmək olar. 20-ci illərdən biz başlayırıq eksperimentlərdən. Salam Salamzadənin çox mükəmməl əsərləri orada var və demək lazımdır ki, həm qadın rəssamlarımızın şah əsərləri orada nümayiş olunur, həm bizim böyük dünya şöhrətli
Tahir Salaxov kimi rəssamlarımızın Bəli. ən belə gözəl əsərləri orada nümayiş olunur və mən deyim ki, bunlar hamısı çox böyük maraq doğurur. Bəli. Tahir Salax, bunlar hamısı bir böyük bir planetalardır. Hər rəssam bu ayrı bir planetadır. Bəli. Bu tam ayrı bir mühit, hisslər, fəlsəfə və ona görə də hər kəs özü üçün gözəl bir nümunə orada Götürə Məncə bilər. götürə Bəli, bilər. bəli. Bax, nümunələrdən danışmışkən, sizin vasitənizlə istəyərdim Şirin xanım bir çağırış eləyək. Bax, hal-hazırda hansı sərgilər bizi gözləyir və yaxud da gələcəkdə hansı sərgilər, hansı tarixdə bizi gözləyir? Bu il ərzində. Bəli, bəli. Yəni bu il ərzində bizdə bir çox sərgilər planlaşdırılır və ilk növbədə dediyim kimi biz bu yaxın zamanlarda bizim daimi ekspozisiyamızı Azərbaycan İncəsənəti zalları açacaq. Məncə bu böyük bir hadisə olacaq və bu zallarda Mirzə Qədim İrəvaninin də bir çox əsərləri nümayiş olunacaqdır. Sonra bizdə dediyim kimi Akif Əsgərovun sərgisi davam olunur hal-hazırda sentyabr ayında. Gələn həftə biz bizim görkəmli bərpaçı rəssam, əməkdar rəssam Natiq Səfərovun sərgisini açacaq və bu sərgi çox maraqlı olacaq. Bildiyiniz kimi bizim muzeyimizdə bərpa şöbəsi illərlə, neçə illərdir fəaliyyət göstərir və biz nəinki bizim kolleksiyamızı bərpa edirik və konservasiya edirik, amma digər kolleksiyalardan da digər nümunələri də bizə təqdim edirlər, xahiş edirlər ki, onların da üzərində iş aparılsın. Yəni çox məsuliyyətli və çox bizim komandamız çox belə güclü komandadır. Və biz istədik ki, Natiq müəllimin 65 illiyi olacaq bu il və bu ərəfədə biz istədik bu şöbənin demək olar ki, işini göstərək. Təbii ki, o şöbənin işi elə göz qabağındadır. Ona görə ki, bütün kolleksiyalar mütəmadi olaraq konservasiya və bərpa olunur. Amma bunu ayrıca sərgidə göstərmək məncə çox vacibdir. Ona görə də konseptual olaraq biz bu sərgidə müxtəlif janrlarda, müxtəlif texnikalarda hazırlanmış əsərləri göstərəcəyik. Həm Avropa, həm Rus ikonalar orada olacaq, həm xalçalarımız olacaq, həm Çin keramikası orada olacaq. Nələr və nələr və bizim rəssamlarımızın unikal əsərləri və onlardan biri də Tahit Ağayevin Koroğlu triptixi ilk dəfə 2 il ərzində bu əsər yəni bərpada olmuşdu və ilk dəfə biz onu bu sərgidə göstərəcəyik. Yəni fikrimcə bu çox maraqlı sərgi olacaq və bu sərgidə biz planşetlərdə göstərəcək bu əsər hansı vəziyyətdə olmuşdu. Yəni insanlar bunu da görəcək ki, öncə necə olmuşdu və onların bir qismi əsərlərin çoxsu çox bərbad vəziyyətdədir və yəni ki, onların vəziyyəti necə olmuşdu və artıq canlı onlar bərpadan sonra bu əsərlərin yeni həyatını sanki görəcəklər. Bu sərgi gələn həftə bizdə açılacaq, ayın artıq 25-də biz hamını dəvət edirik. Bu sərgi ilə tanış olsunlar. Sentyabrın 25-nə qədər davam olunacaq bu sərgi. Sonra da sentyabrda bizdə bir neçə sərgilər həm rəssamlarımızın, həm də biz Meksika muzeyini gözləyirik. Biz Avstriyadan biz tanınmış bir rəssamın sərgisini gözləyirik. Sonra bizdə ən böyük hadisə isə Mirzə Qədim İrəvaninin sərgisi olacaq dekabr ayında və biz bu sərgidə Gürcüstan Milli Muzeyinin kolleksiyasında saxlanılan onun əsərləri və digər muzeylərdə olan onun əsərlərini ilk dəfə olaraq hamısını Azərbaycanda bir zalda, bir məkanda sərgiləyəcək. Yəni bu bizim üçün çox böyük bir layihədir və Mədəniyyət Nazirliyinin layihəsidir. Biz artıq keçən ildən
bu layihə üzərində işləyirik. Həm kitab buraxılacaq, həm konfrans, elmi konfrans olacaq bu dövrə aid və ümumiyyətlə onu söyləmək istəyirəm ki, Qacar kolleksiyası bizdə çox mükəmməldir. Onun hələ vaxtı çatacaq. Biz hələ indi başlayırıq onu araşdırmaq və həmin qədim Azərbaycan zallarında biz bu kolleksiyanın bir qismini göstərəcək. Artıq biz dünyaca şöhrətli bu sahə üzrə mütəxəssislərlə də əməkdaşlıq qururuq ki, bu kolleksiyamızı araşdıraq və gələcəkdə kitab da buraxacaq və s. Yəni ki, bizim muzeyimizdə belə dünya səviyyədə dəyərli əsərlər var və biz çox istəyirik ki, dünya praktikasında, dünya ümumiyyətlə sənətşünaslıqda da bu əsərlər haqqında bilsinlər, öz elmi araşdırmalara bizim əsərlərimizi salsınlar və bu üzrə biz çalışırıq. Məsələn, mən 1-2-3 gün bundan öncə Dresdendə elmi konfransda iştirak eləmişdim. Çox maraqlı konfrans olmuşdu. Şərq ölkələrində avangard üslubun yayılması və həm bizim regionumuz orada təmsil olunurdu, həm Şərq Avropa ölkələri, demək olar ki, bütün ölkələr orada olmuşdu və aparıcı mütəxəssislər, yəni sənətşünaslar, aparıcı universitetlərin professorları iştirak eləmişdi və mən Azərbaycanın tanınmış non-konformist rəssamları haqqında danışmışdım. Cavad Mircavadov, Tofiq Cavadov və Əşraf Murad. Və mən sizə deyim ki, bu onlar üçün, bu hörmətli auditoriya üçün ilk belə bir çıxış idi, hansı ki dinləyirdilər. Bəli. Bəli, Azərbaycan haqqında, bizim rəssamlarımız haqqında. Bəli. Və onlar həqiqi mənada çox böyük maraq göstərdilər, çox sual verdilər. Xüsusən Əşraf Muradın yaradıcılığı onları belə təəccübləndirdi və hətta gələcəkdə sərginin təşkili haqqında danışdıq və məni bir neçə universitetə bu haqda mühazirələrlə çıxış etməyə dəvət elədilər və fikrimcə bu istiqamətdə biz davam etməliyik işimizi. Yəni bizim rəssamlarımızı həm qədim dövrdə, həm indiki, həm müasir rəssamlarımızı daha da geniş auditoriya tanıtdırmalıyıq və muzeyin rolu bu sahədə çox vacibdir. Mən ümumiyyətlə düşünürəm ki, sizin rolunuz olduqca vacibdir və rolunuz hədsiz çoxdur. Çünki sizin sayənizdə Azərbaycanın necə deyim, müəyyən eksponatları, ümumiyyətlə ümumi olaraq götürsək mədəniyyətini tanıdırsınız və bu bizim üçün çox qürur vericidir. Hansı ki biz artıq bir saata yaxındır ki söhbət eləyirik. Mən sizi qürurla sizi izləyirəm, dinləyirəm və buna görə də sizə çox böyük təşəkkür edirəm. Təşəkkür edirəm. Mən də sizə çox təşəkkür edirəm. Sizin dəvətinizə görə, gözəl suallarınıza görə, marağınıza görə mən sizi muzeyimizə dəvət edirəm. Bütün bizi qulaq asanları da mən muzeyə dəvət edirəm. Gəlin və siz görəcəksiniz necə gözəl əsərlərdir və həqiqi mənada zövq və zövqü formalaşdırmaq üçün muzeyə gəlmək lazımdır. Mütləq. Dəyərli dinləyicilər, siz bir daha xatırladım ki, siz 90.7 FM-də, Yurd FM-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə mədəni yurdumuzu dinlədiniz. Bugünkü qonağımsa Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin xanım Məlikova idi. Amma müəyyən səbəblərdən əgər bizi dinləyə bilmədinizsə, cəmi bir gün sonra Mədəniyyət Nazirliyi və Yurd FM-in rəsmi YouTube platformasında tam versiyanı dinləyə bilərsiniz. Hər həftənin 4-cü günü saat 5-də bizi dinləməyi unutmayın. Hələlik. Mədəni Yurdumuz.